kükürddən düzəlmiş məhlullar, benzil benzoat dediyimiz hansısa bir məhsul. Bu xəstəliyi 1 ya 3 günə sağaldırdı. Yəni o qədər rahat idi. Yəni 3 gün istifadə olunurdu, tərtəmiz olurdu. Və indi təəssüf, artıq həmin məhsullar xəstəliyi sağaltmır. Yenə qayıdıran fikrimə, ola bilər ki, dərman keyfiyyətini çox itiribdir. Ola bilər, qotur gənəsi yeni mutasiya uğrayıbdır və çox yəqin ki, yenə də deyirik, immun sisteminin aşağı olması. Çünki bizi həyatda tutan immun sistemimizdir. Bizim ətrafımız bütün xəstəliklərlə doludur. Amma immun sisteminin aktiv olması o deməkdir ki, sənin bədənin vuruşur bütün xəstəliklərə. Amma immun sisteminin aşağı olması, yəni bu COVID dönəmindən sonra bunun da şərti var, qidalanmanın da rolu var, gündəlik keçirdiyimiz xroniki stresin də rolu var. Bunlar hamısı cəmdə bizim immun sistemimizi pozur. Bir də yuxu problemi. Milyon ildir insan var və milyon ildir düşünərək bilirsən ki, axşam qaranlıqda insan məcbur idi yatmağa. Yəni insanın beynində bu 100 min illik gen yaddaşında yuxu var. Saat axşam 8-dir, 9-da, 10-da bu yatmalıydı. Bir də səhər açsın, çünki başqa bir yolu yox idi. Amma indi yuxu problemi gəlib saat 1-ə, 2-ə, 3-ə, kimsə 2-də yatırsa, işıqlı bir həyat, informasiya ilə dolu həyat, gecə həyatı yuxu sistemini pozur və bu da birbaşa immun sistemini öldürür və bizi xəstəliklərin qarşısında aciz eləyir. Bax, bundan diqqətli olmaq lazımdır.